Bu bizim adı tənqidlər sistemi olan növbəti mövzumuzdur yoldaşlar. Gəlin bu mövzu haqqında daha ətraflı və geniş məlumatları sizə ötürə bilim. Xətti tənqidlər sistemində biz iki dəyişənin qiymətini tapmalıyıq və hansı üsullarla edə bilərik? Bir neçə üsul var. Birincisi toplama üsuludur, digərisi əvəz etmə üsuludur. Bəzi hallarda biz əvəz etmə üsulundan istifadə edəcəyik, amma qalan bütün əksər hallarda biz toplama üsulunun köməyi ilə tənqidlər sisteminin həllinə baxacağıq. Gəlin baxaq. Deməli, biz görürük ki, burada y dəyişəninin həm mənfisi, həm də müsbəti var. Alt-alta olduqda onlar bir-biri ilə ixtisar gedir. Tərəf-tərəfə toplama üsulunu həll edirəm. X-in üzərinə x gəldi də 2x eləyir. 1-in üzərinə 3 gəldi də 4 eləyir. X bərabərdir 4-ü 2-yə bölürəm, x olur 2. Sonra məsələn, hər birinin hansısa birində istəsəm, məsələn, mən ikinci tənqiddə x-in yerinə 2 qoyuram. 2 üzərinə gəlir y 3-ə bərabərdir. Y-də 3 çıxılsın 2-dir. Y 1-ə bərabərdir, y-də 1 tapdıq. X 2, y isə 1-dir. Tənqidlər sistemimizin həlli 2 və 1-dir. Məsələn, burada baxaq. Burada görürük ki, 3b ifadəsinin həm müsbət, həm mənfisi var. Bunlar da bir-birinə ixtisar gedər topladıqda a üstə gəl 4a, 5a-dır. 12 üzərinə gəl 3, 15-dir. A-nı tapa bilmək üçün də 15-i 5-ə böləcəyik, a 3 olacaq. A 3 isə, məsələn, yuxarıda 3-dən əvəzəyək 3 üzərinə gəl 3b, 12-dir. 3b bərabərdə 12 çıxılsın 3, yəni 9. 9-da 3-ə bölürəm, b bərabərdə 3-ə. A 3, b də 3. Burada məsələn, deyək, tənqidlər sistemindən x plus y cəmini tap. Tərəf-tərəfə toplamaq üsulundan edə bilərik bunu. Məsələn, belə suallar oldu, tərəf-tərəfə toplayın və yaxud da tərəf-tərəfə çıxın, baxın. Məsələn, 3x-in üzərinə x gəlsəm 4x edir. 5y ilə mənfi y toplasam müsbət 4y edir. 17 ilə 3-ü toplasam 20 edir. Burada 4-ü atıram vurğa, x plus y bərabərdir 20-yə, x plus y də 20-ni 4-ə bölürəm, edir 5. Burada məsələn, baxaq. Deyək, burada çıx. X-dan 5-də 1 x çıxsam, 5-də 4 x qalar. 5-də 1 y minus y, mənfi 5-də 4 edir. 9 minus mənfi 3-də müsbət 12 edir. 5-də 4 vurğa çıxsa, x minus y bərabər olacaq müsbət 12-yə. X minus y bərabərdir 12 vurulsun 4-də 5-ə. 12 ilə 4 gedəcək, x minus y bərabərdir 3, 5-in 15. Cavabımız olacaq 15.